19 noyabr 2025-ci il tarixdə Masallı rayonu Mahmudavar kəndində sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi keçirilmişdir. Müşavirədə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri və 150 nəfər fermer, torpaq mülkiyyətçisi iştirak etmişdir. Tədbirdən öncə müşavirə iştirakçıları Mahmudavar kəndində fəaliyyət göstərən Baba Bulağı MMC-yə məxsus meyvə qurutma sexinə, yeni yaradılmış sutkalıq gücü 1,5 ton olan Minni çay fabrikinə, eləcə də rayonda istehsal olunan kənd təsərrüfatı məhsulları güşəsinə baxış keçirmişlər. Müşavirəni giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi hazırlanmışdır. Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi aqrar bölmənin digər sahələri kimi sitrus meyvəçiliyi, çay və çəltikçiliyin inkişafı üçün də geniş imkanlar yaradıb. Kənd təsərrüfatının bu sahəsinin inkişafına son illərdə dövlət tərəfindən ciddi diqqət yetirilməsi, idxaldan asılılığı azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Müriyev məruzəsində qeyd etmişdir ki, ölkəmizdə həyata keçirilən regionların iqtisadi inkişaf proqramları qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafını təmin etməklə yanaşı, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması sahəsində də əhəmiyyətli rol oynayır. Hal-hazırda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ölkədə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindəndir. Masallı su meliorasiya sistemlərinin istismarı idarəsinin rəisi Akif Həmidov müşavirədə qeyd etmişdir ki, Masallı su meliorasiya sistemlərinin istismarı idarəsinin əsas iş istiqaməti abonentləri içməli su və kanalizasiya xidməti, kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin etmək, bundan başqa rayon ərazisində suvarma şəbəkələrinin istismarını həyata keçirmək və onlara nəzarət etməkdən ibarətdir. Müşavirədə Baba Bulağı MMC-nin rəhbəri Zəmanə Babayeva Cəfərzadə, sitrus və çayçılıq, Şamaxı rayonu sakini fermer Seyran Muradov çiyələkçilik, Kolatan kəndi sakini fermer Fikrət Məmmədov sitrus və çayçılıq barədə çıxışlar etmişdilər. Fermerlər onlara göstərilən diqqət, qayğı və yaradılmış şəraitə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişdilər.